Bizim çoxlu istedadlı gənclərimiz var. Çoxlu indi həm xaricdə, həm Azərbaycanda təhsil almış gənc mütəxəssislərimiz var. Müxtəlif dövlət proqramları tətbiq olunur. Onlardan biri də bu yüksəliş proqramıdır. Bu da gəncləri daha çox həvəsləndirmək üçün, təşviq eləmək üçün, sonra dövlət strukturlarına, özəl strukturlarına sonra cəlb etmək üçün çox vacibdir. Vaxtilə mənim göstərişimlə xaricdə təhsil alanlar artıq çoxdan qayıdıblar. Çoxları qayıdıblar, burada çalışırlar və görürük ki, rəhbər vəzifəsinə müasir kadr, bilikli kadr gələndən sonra tamamilə vəziyyət dəyişir. Mən hər halda 22 il bu kürsüdəyəm. Mənim gözümün qabağında bütün bu hadisələr baş verir və həm yaxşı, həm pis təcrübədir, hamısı məndədir. Onun hamısını mən yaşamışam. Və bu da mənə imkan verir bugün bax, bu sözləri deməyə. Kadr islahatı, elm təhsil, cəmiyyətin ümumi intellektual səviyyəsi. Çünki o olmasa, onda nadir hallarda hansısa istedadlı şəxs meydana gələ bilər. Cəmiyyətin ümumi intellektual səviyyəsi, bilik səviyyəsi yüksək olanda burada yəni necə deyirlər, pliyadalar, belə də istedadlı şəxsiyyətlər yaranır.